I take one look at you, you're taking me out of the ordinary. I want you laying me down to the dead and buried on the edge of your knife, staying drunk on the vibe. The angels up in the İbrahim, ad günün mübarək. İbrahim, səni təbrik edirəm qardaşım. Həqiqətən də tanıdığıma çox şad oldum. Şəxslərdənsən. Sənə həqiqətən yaxşı tanımışam dediyim insanlardansan. Sənə gələcək həyatında bol-bol uğurlar arzu edirəm. İbrahim, salam. Sənin ad gününü təbrik edirəm. Neçə daha gözəl yaşlara çıxasan, hər zaman ailən və sevdiklərinlə birlikdə. Bu Azmi Debat klubu sənin dövründə inşallah daha da böyük uğurlar qazanır. İbrahim kardeşim salam. Sənin ad gününü təbrik edirəm. Çox böyük uğurlar. Sənə arzulayıram ki, həyatda olduğun bütün kollektivlərdə sədr kimin önündə gedəsən, həmişə hər kəsən hörmətini saxlasın. Və həyatda özünün arzuladığın bütün xoş arzuların hamısını sənə arzulayıram. Sən xoşbəxt olma layiq olan insansan, yaxşı qardaşsan, yaxşı dostsan. Və Orxan müəllimin də sözləri var. Kameranı çevirəm Orxana. Salam İbrahim, mən də senin ikinci həmsizlərinə qoşuluram. İnşallah həyatda özünə indi olduğu kimi yaxşı yerlərsən, yaxşı işlər görürsən. Sən də sən Azmidə oradan da yaxşı işlər görürsən, oradan da yaxşı dəyər verdin, hörmət verdin. İnşallah dəyərin, hörmətin qarşılığı olmaz həyatda. İbrahim qardaşım, ad gün mübarək, neçə belə ad günlərə çıxasan. İnşallah ailənlə, sevdiklərinlə, səni sevənlərlə bir yerdə. İnşallah bu yeni yaşında yeni bir BDF kubok gətirəsən bizə. Başqa etsin, arkadaşım mahnında balet. Qardaşım, ad günün mübarək, sənə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Ailəmlə, sevdiklərinlə bir yerdə xoş günlər keçirəsən, yəni bizlə. Ad gün mübarək, bu gün ad günü olduğuna görə də sırf bu günü Bes Azmi Debat bayat quracaqlar. Səni təbrik edirəm abi, neçə gözəl illərə çıxasan, ürəyində olan bütün arzuların, istəklərin, xəyalların hamısı gerçək olsun. Bu qədər xoşbəxt olasan ki, o xoşbəxtlik səni arzu eləsin. İndiyə kimi verdiyin debata olan sevgi, məhəbbətin, dəyərin və bundan sonraki ötürdüklərin və ötürəcəklərin üçün də sənə çox sağ ol deyirəm. İnşallah həyatda hər şey öz ürəyinin istədiyi kimi olar. Qısa danışım, bütün xoş arzularım səninlədir. Ad günü mübarək. Bütün günü vaxt tutardım ki, qəşəng işıqda falan qəşəng video çəkərəm. Sonra gəldim Valentin paltarımdan qismət oldu sənə ad günü təbrik eləmək. Yaxşı ki də olmusan, yaxşı ki varsan, səsin ucalardan gəlsin. İnşallah bir sobat deyək ki, gör haraların sədri olub bu uşaq. Yaxşı da olmusan, deyərsən. Salam, təbrik edirəm Ayıba səni, sənə can sağlığı arzulayıram. İnşallah əmniyyət həyatını həm də klub üçün eləyəcəyi bütün əziyyətin qarşılığını görəsən hər zaman. Salam İbrahim, ad günü mübarək, sənə bol-bol xoşbəxtlik, möhkəm can sağlığı arzulayıram. Uğurların davamlı olsun, yeni yaşında səhər uğurlar. Bizdən əvvəlkilərin bizə və bizdən də sizə ötürülən dəyəri qoruyub saxlayan bir şəxs, əziz, dəyərli qardaş. Yeni yaşın münasibətilə səni təbrik edirəm. Yeni yaşın sənə uğurlu düşərli olsun qardaşım. Allah ürəyindəki arzulara çatdırsın səni. İbiş, ad günü təbrik edirəm qardaşım. Nə xoş arzun varsa yerinə etsin. Allah sənə uzun ömür, can sağlığı versin. O vaxtı mənə deyilən bir söz var idi, çox xoşuma gəlmişdi. Ümid edirəm ki, sevdiklərinin ətrafında olasan, ən əsası isə sevdiklərin sənin ətrafında olsun. Debat haqqında danışsaq, debat klubda çox əməyim var. Mən bunun şahidiyəm, mən bunu görmüşəm. Mən düşünürəm ki, bəzi şeyləri çox gözəl bacarmısan, çox gözəl də bacarırsan. Amma bir sədrin hansı anda qürur verici və çox sevindiyini bilirəm. Ümid edirəm o anı da yaşayarsan, çünki mən yaşamışam. Necə xoş bir hiss olduğunu bilirəm. İnşallah sədrliyi ötürməmiş bir BDF çempionluğu da gətirərsən bu kluba. Klub üçün yox, özün üçün. Təbrik edirəm səni qardaşım, öpürəm səni. İlk öncə təbrik edirəm səni İbrahim. Yeni yaşın inşallah ki, həm şəxsi karyeranda, həm də ki, debat karyeranda sənə bol-bol uğur gətirər. Ümid edirəm ki, bundan sonra istədiyin hər bir şey sənin ürəyincə olar. Arzuladığın hər şeyə nail olmağın diləyilə. Bir daha təbrik edirəm səni. Ad günün mübarək. Bu gün də mən İbrahimin ad günüdür və İbrahimi bu münasibətlə bağlı təbrik edirəm. Ümid edirəm İbrahim həyatın debat karyerin qədər uğurlu olar. Və ümid edirəm dostlarınla birgə və sevdiklərinlə birgə bütün yaşlarını qeyd edirsən, sağ canla inşallah. 80, 100, istədiyin qədər yaşaya bilərsən. Bir daha təbrik edirəm.
Salam İbrahim Üzüsən, təbrik edirəm səni qardaşım, 100 yaşasan. O gün olsun, oğulların debat kariyerindən daha yaxşı olsun. Sədrliyin qədər də ömrümüz olsun. Yəni sədrliyin qədər, yəni sədrliyin kimi uzun ömürlü olsun. İnşallah daha xoş günlərdə, daha böyük tədbirlərdə sənin adın altında biz hamımız yarışaq, səni təbrik edək. Öpürəm səni, bağlı basıram. Hələlik. İbrahim! Ad günün mübarək, əziz sədrcüyüm. Səni yeni yaşın münasibətilə təbrik edirəm. Yaxşı ki doğulmusan. Yaxşı ki debat klubun sədrisən, bizim sədrciyimizsən. Bundan əlavə olaraq çox yaxşı bir dost və çox yaxşı bir insan olduğun üçün də sənə ayrıca təşəkkür edirəm. Səni bağrıma basıram. Yaxşı ki doğulmusan, yaxşı ki varsan. Tamam yoldaşlarımdan ilk göz ağrım ad günün mübarək. Deyirəm sədrlik dövründə də afərin eləcəm işlər gəlməyə davam edirsən. Sənə həyatda çox uğurlar. Yaxşı varsan, yaxşı gülərsən, çox sevir. Salam. İbrahim, sən ad günü təbrik edirəm. Sənin bu yaşında çox uğurlar arzu edirəm. Və həyatında uzun ömür, can sağlığı və xoşbəxt həyat arzu edirəm. Bu qədər. Sağ ol. Ad günün mübarək. Əziz sədrimiz, əziz qardaşım, dostum. Da atan atılmaz, satan satılmaz. Dostum demişəm, qardaşım demişəm. Daha qəbul elədik, getdi da. Qucaq eləsən də, səbləşdirsən də. Amma daha yağın çıxartma da, xahiş edirəm. İnşallah yeni yaşında sənə bol-bol sağlamlıq, bol-bol uğur. Debatdan kənar olurdan bəhs edirəm artıq. Çünki 4-cü kursdan çıxıb gedirsən inşallah. Çıxıb gedirsən də, yəni məzun olursan. Da bəhs debatdakı uğurlarım. İnşallah hər şey minnoş, ürəyincə olsun. Ürəyində nə arzun, diləyim varsa, hamısı həyata keçsin ən gözəl şəkildə, ən xeyirlisi ilə. Yaxşı ki varmışsan, yaxşı ki sədrimizsən, yaxşı ki qardaşımsan. Qardaşım, ad günün mübarək, sənə uzun ömür, ilk öncə can sağlıq arzulayıram. Həyatında da həmişə debatda olduğu kimi güclü, qalib və səmimi olasan. Deməli, üçlü cümlələrə necə sığışdırım danışım, həqiqətən də bilmirəm, amma İbo mənim üçün çox dəyərlisən, yerin fərqlidir, əzizsən ki, bu dəyəri onsuz da illər ərzində özün qazanırsan. Səni təbrik edirəm, hər şey dilədiyin kimi olsun, yeni yaşında yeni uğurların gəlsin və bu uğurları yenə hamımız bir yerdə sevinək, hamımız bir yerdə qeyd eləyək, həmişə bir yerdə olaq və ən əsası da məqsədlərə çatasan, sevilirsən, dəyərlisən, bir daha təbriklər. İngilis dilində ad günün mübarək İbrahim necə demək olar? Bu İngilis dili öyrədən bir video ola bilərdi, amma təbii ki, səni təbrik eləmək üçün sadəcə bir videodur. Burada İngilis dili izah edəməyəcəm. Təbrik edirəm səni İbrahim. İnşallah bu ad günün sənin üçün çox düşərli və uğurlu olar. Hər zaman mədəniyyətinlə, sevimliliyindən seçilmirsən. İnşallah ki, hər zaman da belə qalarsan. Klubun hər zaman gözəl uğurlarını görərsən. Mən də səni çox istəyirəm. Sənin üçün hər şeyin ən gözəlini diləyirəm. Çox uzatmaq istəmirəm. Təbrik edirəm səni Qoli. Salamlar. İbrahim, ad günü təbrik edirəm. Yeni yaşın uğurlu, xeyirli, düşərli olsun. Bizim sədrimiz, sevimli sədrimiz hər daim bizim yanımızda ol. Yeni yaşında sənə çoxlu, bol uğurlar arzulayıram. Ad günün mübarək. Artıq 4 ildir ki, səni tanıyıram və tanıdığım bu 4 ildə məncə özünü dəyişməməyi bacaran, olduğu kimi olan, hər kəsə eyni davranan, eqolu olmayan bir insan olaraq tanımışam. Əgər sən bugün sədrsənsə və yaxud da sədr olmasan belə debat klubda, məncə hamı məndən razılaşacaq. Bu dəyəri qazanmışsansa, hörməti, sevgini qazanmışsansa, həqiqətən də layiqsən. İnşallah bundan sonraki həyatında da qarşına həmişə sənə dəyər verən, sənin hörmətinə, dəyərinə, sevginə layiq olan insanlar çıxar qarşına. Hər şeyin sənə ən yaxşısını arzulayıram. Ad günü mübarək. Hello, necəsiz? İbrahim, ad günü mübarək. Neçə gözəl illərə, neçə debatlı illərə. İnşallah debatdakı uğurların daha da çox olar. Və sadəcə debatda yox, bütün həyatında sənə uğurlar arzulayıram. İbrahim, ad günü mübarək. Sənə həyatda xoşbəxtlik, sağlamlıq və bütün arzularına çatmağı arzulayıram. İbrahim, ad günü mübarək olsun. Sən yeni yaşında bol-bol uğurlar arzu edirəm. İnşallah ikinci də sədrlik dövründə qat-qat uğurlar əldə edəsən və Rus sektor, Az sektorda birlikdə inşallah BGDF-lar təbrik edirəm. İbrahim, mən də qoşuluram bu pozdravleniyalara. Səni təbrik edirəm. Ad günü mübarək olsun, bırak. Başlayalım nədən alın? Deməli bizim sədr.
İbrahim'in tapılacağımız Azərbaycan versiyası. Səni təbrik edirəm, qəlbdən, ürəkdən. 20 yaşın olur səhv bilmirəmsə. Urus sektorun, bütün Urus sektorumuzun adından səni pozdravляю. Yəni o demək ki, həmişə göyçək ol. 2, 3. Pakaliyamızın fərqi. İbo ad günün mübarək. Öldü. Neyse öldüm. İbo ad günün mübarək. Yaxşı varsan. Yaxşı olmuşsan. Yekə sədr olasan. Böyük məzun debatçı olasan. Təsirsiz qutarsın bu sistem. Magistra kursa gəlsin inşallah girəsən. Biraz duygusal danışmaq istəyirəm. Bayram əlini götürürəm. Bayram əli də səni təbrik edir. Hə, bu arada. İbo, məncə çox çətin vaxtlardan keçdin. Sədr olanda sən də biraz şübhəli idin ki, necə olar, nə eləyər. Amma məncə çox layiqincə yerinə yetirirsən. Yetirirsən daha doğrusu. Hər nə qədər aramızda da çətin vaxtlar olsa belə. Bilirəm, bizi çox istəyirsən, bilirik. Bakaliyamızın fəxri yaxşı ki varsan. Bakaliyamızın fəxri. Siz seviyoruz İbo. Ervahım. İbrahim'i çəkirik. İbrahim. Qardaşın nüvəyi, təbrik edirəm səni. Öpürəm sənin burnundan, qaşlarının ortasından. Ümid edirəm bu yeni yaşında sənə təzə kodları yükləyəcəm. Bundan sonra vəzgün oynaya bilərsən. Sənə güncəlləmə verəcəm. Nə deyim, təbrik edirəm. Uğurların daima bol-bol olsun. Bu iki yavərin həmişə yanındadır. Hər çətin gündə yanında olmalı. Qaqaş, laf çıxırlıqdan bir yerdə olmuşuq, universitetə gələnlər. Həmişə bir yerdə olmuşuq, inşallah bundan sonra da bir yerdə olacaq. İnşallah bizim dərs sözümüz var, debatda başlamayıb. Yox, debatda başlayıb, debatla bitməyib. Hə, həmişə inşallah bir yerdə, inşallah o gün olsun toyğa gələk, evləndirək səni. Kim üstünə çıxasan, ümid edirəm, İnşallah gəlib sistem baxmaq xətası üstünə verməzsən bu yeni yaşında. İnşallah bundan sonra laqeyd olmayasan, vaxtını yuxulandıra biləsən. Bu yeni yaşında ümid edirəm sistem xətası verməzsən. O gün dayanmışdı kursdan çıxanda belə deyəm yola baxdıra bilər. Bax görsən bax belə. 10 dəfə çağırdım. Ona sənin bütün kodları özüm yazacağam. Hər şey oynaya biləcəksən dedin. Hə, bundan sonra ritm də oynaya bilərsən. Ritmi şey deyərəm. Niyə? İbrahim qardaşım, yeni yaşında uğurların bol olsun. Az günü təbrik edirəm. Necə belə gözəl illərə, bundan da gözəl illərə. Təbrik edirəm qardaşım. Qardaşım, təbrik edirəm səni. Allah uzun ömür, can sağlığı versin. Daima ürəyində nə arzu, nə istək, nə varsa hamısı bir-bir yerinə yetsin inşallah. Daha da gözəl, daha da uğurlu yaşlara bir yerdə həmişə. Sən bizim Pakaliyamın fəxrisən. Öpürəm Murat səni. Allah uzun ömür, can sağlığı versin. Bağırma basıram. Deməli, bugün biricik sədrimizin doğum günüdür. Onu təbrik edirəm buradan. Uzun ömür, can sağlığı versin. Ümid edirəm gələcək həyatında qəlbin kimi gözəl keçər. Sənə bol-bol uğurlar arzu edirəm. İbiş, ad günün mübarək. Gələcək həyatında sən bol-bol uğur arzu edirik. Səsin həmişə ucalardan gəlsin. Yaxşı ki varsan, yaxşı ki səni tanımışıq. Bye. Ad günün mübarək İbrahim. A few moments later. Allah xoş gəlsin. Allah təbrik etsin qardaş. Ad günün mübarək. Qardaşım səni təbrik edirəm. Sənə uzun ömür, xoşbəxtlik arzu edirəm. Sədrinin başında bir dost kimi, qardaş kimi həmişə yanınızda olmaq diləyinə təbrik edirəm. İbrahim, mən də təbrik edirəm. Elxan sözlərini qoşuram. 100 yaşa, yeni yaşın düşərli olsun. Necə belə yaşları bir yerdə qeyd eləmək diləyi ilə dostlarımla debat haləti bu ailə dağılası ailə deyil. Yəni debatdan biz məzun olub getsək belə dəyər hələ qardaş, sizin bizi ötürdüyünüz dəyər. Qardaşım, hər vaxtın xeyir, ad gün mübarək. Yeni yaşında uğurlar diləyirəm. Qabaqdan Becdef gəlir. İnşallah Becdefin də qazananları uğurlar qardaşım. Ad günün mübarək, bizim canımız, gözümüz, sədrimiz. Sənə uzun ömürlər, xoşbəxt həyat arzulayıram. Nə idi, necə edim deməyəsən, həmişə illərdə olasan. Bütün arzular və inşallah tez bir zamanda yerinə yetsin. Səni çox sevirik. İbo, Pakaliyam, salamlar. Ürəyində nə arzuların, nə diləklərin varsa, inşallah məhz bu yaşına daha tez bir zamanda çatasan. Yaxşı ki səni tanımışam, yaxşı ki Azmi Debat ailəsinin bir parçasına, yaxşı ki sədrimizsən. Ad günün mübarək, yaxşı ki varsan. İbrahim, səni təbrik edirəm qardaşım. Necə belə illərə çıxansan, həmişə ailənlə, sevdiklərinlə, dostlarınla bir yerdə olasan, səni sevənlərlə bir yerdə olasan. Qardaşım, sən mənim üçün təkcə sədr yox, təkcə HR yox, təkcə HR rəhbəri yox, sən mənim üçün qardaşsan, böyük qardaşsan. Həmişə bizim yanımızda duran, dəstəkləyən bir insansan. Və bizim də bir sözümüz var, onu həmişə deyirik, onu buradan vurmaq istəyirəm ki, deyirik ki, ev bəzən
divarlardan yox, insanlardan ibarət ola bilər və həmin insanlardan biri sənsən. Və mən bunu da demək istəyirəm ki, düzdür, bax formuladayam, səslər ora maşın gedir, bura maşın gedir, yenə də görsən xətrini nə qədər çox istəyirəm ki, bu videonu atıram. Nəysə, bu semestr məndən çəkəcəyim var. Öpürəm səni, təbriklər, 100 yaş. İbrahim, ad günün mübarək. İnşallah uzun, mutlu, xoşbəxt bir həyatın olar. İnşallah yeni yaşında da IT işləyəsən. Bəli, mən də qatılıram bütün təbriklərə. Baxmayaraq ki, adını IQ-suz yazmışıq. İnşallah bu yaşında adını dəyişir və bizim sən bir hədiyyəmiz var. Tam yanında. Aha. Sən yaşını sıfırlamışıq, ona görə də sıfır üstündə. Arzu tut. Tutdun. 1, 2, 3. Salam. İbrahim, ad günün mübarək. Bu il məzun olursan, yeni bir həyata başlayırsan və ümid edirəm ki, bu yeni yaşın, yeni həyatın uğurlu bir başlanğıcı olar və bu yeni həyatını da bizi unutmarsan. Yaxşı ki varsan, sən söyləyirik. Bye. Salam. Salam. Əziz sədrimiz İbrahim. Səni ad günü münasibəti ilə təbrik edirik. Necə illərə sağ ol. İbrahim, nəfərsən? Ad günün mübarək. Oyun olsun, gecə. Oyun olsun, gecə ilə klip çəkəsən, gecədə klip çəkəsən. Beşən, mübarəksən. İbo, ad günün mübarək. Nə yaxşı səni tanımışıq, nə yaxşı ki varsan. Yaxşı ki varsan, yaxşı ki bizim sədrimizdən. Dəyərli sədrimiz İbrahim, sənə ad günü münasibətilə təbrik edirəm. Çoxlu uğurlar arzulayıram və inanıram ki, məzun olsan belə gələcəkdə azmi dövlət ailəsinə birlikdə qalacaqsan. Ad günün mübarək İbrahim, 1000 yaşına vurulsun, 1000 yaşına sana doğrusun, sevginiz, xoşbəxtliyi gətirsən, sağlamlıq gətirsən, bir karyeranda olur. İbrahim, təbrik edirəm sənə qardaşım, 100 yaşa. Allah sağ olsun, can sağlığı versin inşallah. Həmişə ailənin və əsasən də bizim yanımızda olasan. Həyatına nə qədər arzun, məqsədin, istəyin varsa hamısı reallığa çatsın. Öpürəm səni, bağrıma basın. İbrahim, İbrahim, sənə ad günü təbrik edirəm mənim qardaşım, mənim arterialda mağar. Səni bütün ikinci kurslar adından təbrik edirik.